بسم الله الرحمن الرحيم. الله أكبر الله أكبر. Ya Ərhəmər Rahimin, Ya Qiyasəl Müstəqisin, ey rəhimlilərin ən rəhimlisi, ey pənahsızların pənahı, ey nə rəhmətükəl vasiə, bəs hanı geniş rəhmətün, ey nə ətayəkəl fasilə, hanı geniş bəxşişün, ey nə fəzlükəl azim, hanı sənin əzəmətli fəzlün, ey nə kərəmükə ya kərim, hanı bəs sənin kərəmün, ey kərim. Bu cür ümidsiz adam kimi Allahı çağır, əli hər yandan üzülən adam kimi. Ümid elə bu gecə ümid elə ki Allah məni bağışlayacaq. Hüsnü zənnlə yanaş Allaha. Dünən ilahi axı mən səni belə tanımıram, səni mənə başqa cür tanıtdırıblar. Hədis var, deyir qiyamət günü bir bəndəni gətirərlər, sorğu-sual eləyərlər. Onun günahı savabından çox olar. Günahı savabından çox olanda əmr olunar ki, bunu aparın cəhənnəmə. Bu cəhənnəmə tərəf gedəndə üzünü qaldırar ki, nəsə desin, Allah deyər qaytarın, bunun sözü var deyəsən mənə. Allah ona icazə verər, danış görüm nə deyirsən. O deyər ki, ilahi mənim sənin barədə gümanım belə dördü. Mən belə təsəvvür eləmirdim səni. Mən gözləmirdim sən məni əzaba atasan. Mən səni başqa cür tanımışdım, başqa cür təsəvvür eləyirdim. Allah mələkləri çağırar, deyər ey mənim mələklərim, İzzət və cəlalıma and olsun ki, bu bir gündə mənə bu hüsnü zəndə olmuyor. Bu indi ki deyir mən səni belə tanımırdım, həqiqətdə bilirəm düz demir. Heç dünyada bu məni yadına salmırdı. Amma madam ki bu iddianı elədi, mənim rəhmətimi dilinə gətirdi, onu bağışlayın, onu aparın cənnətə tərəf. Onun günahlarının hamısını bağışladım. Əleyhissalamın Kumeyl duası var, açın onu, tərcüməsi də var, açın baxın. Orada deyir ki ilahi sənə təsbih deyən dilləri necə yandıracaqsan? Sənə səcdə eləyən üzləri necə odun içine atacaqsan? İnanmıram. Deyir ilahi səni bizə belə tanıtdırmayıblar axı. Sən sənə səcdə eləyənlərə əzab verməzsən. Ondan sonra gözəl söz deyir Allaha. Əleyhissalamın münacatıdır. Deyir fəbi izzətikə ya seyyidi. Birdən məni cəhənnəmə atsın qiyamətdə. Birdən məni çəksin xoşbəxt insanların içində, aparsın cəhənnəmin içinə atsın. Deyir fəbi izzətikə ya seyyidi və mavlay, uqsimu sadiqən. Deyir izzət və cəlalığa and içirəm ey mənim ağam. Sən and içirəm, sidqi ürəklə and içirəm. Birdən məni cəhənnəmə aparsın. Lə in tərəkdəni natiqən və mənə orada danışmaq icazəsi versin. Mənə icazə versin ki mən danışım. Mən cəhənnəm əhlinin içindən ayağa durub fəryad eləyəcəm. Nalə eləyəcəm, fəryad eləyəcəm və səni ümid eləyənlər kimi çağıracam. Elə ağlayacam, əzzini itirən adam kimi. Həzrət Əli deyir bu sözü. Əzzini itirən adam kimi ağlayacam və səni çağıracam. Hardasan ay möminlərin vəlisi? Hardasan ay möminlərin dostu? Ay ariflərin son ümidi, son arzusu? Ay pənahı olmayanların pənahı? Ay ariflərin qəlbinin sevimlisi? Ya ilahəl aləmin. Özümüzü belə bir vəziyyətdə təsəvvür eləyək ki, bizə hökm verilib ki, səni əzaba düçar eləyirik. Sən əzaba gedənlərdənsən, onda insanın əli hər yandan üzülər, necə Allaha yönələr. İnsan bu halla gərək getsin Allahın qapısına. Bir alim deyirdi, danışın Allahla. Deyin ki, gəlmişəm. Desə, niyə bu qapıya gəlmişsən? Deyin ki, başqa qapı tanımıram axı. Bütün qapılara getdim,
hamının vəfasızlığını gördüm. Qapılar üzümə bağlanıb, indi sənin qapıya gəlmişəm. Birdən desə ki, niyə gecikmisən, indi gəlmirsən? Onda cavab ver ki, mən itirmişdim, yolumu azmışdım. Ona görə gec gəlmişəm. Birdən səndən soruşsa, nə gətirmirsən? Dinən sınıq qəlbimdən başqa heç nəyim yoxdur. Övliyalardan birinə dedilər ki, Allahın qapısına gedəndə nə hədiyyə aparaq? Dedi, elə şey yaparın ki, onda olmasın. O nədir? O sınır ürək, ağlar göz. Bu şəkildə gedin Allahın qapısına. Dinən sınıq ürəyimdən, qəmli qəlbimdən başqa heç nəyim yoxdur. Ondan sonra dinən ki, mən kiməm sənin qapıya nə gətirəm? Mən əliboş gəlmişəm, çünki kərim şəxsin qapısına gəlmişəm. Eşitmişsiniz, o gün mən danışdım, Salman Farsi dünyadan köçürdü, Peyğəmbərin ən əziz səhabəsi idi. Ən üstün adam səhabələr içində Salman idi. Həzrət Əli əleyhissalam deyir ki, elə ki sənin canın çıxdı bədənindən, sən vəsiyyət elə dinən heç kəs sənə əl vurmasın, özüm gəlib sənin namazını qılıb səni dəfn edəcəm. Gəlir Əli əleyhissalam, onun namazını qılır, ondan sonra kəfəninə görürlər nəsə yazır Salmana. Kəfəninə yazır ki, ey Salman, əgər sən o dünyaya ki gedirsən, orada səndən soruşsalar nə üçün əliboş gəlmirsən, onda sən cavab ver. Denən ki, mən kərim şəxsə qonaq gəlmişəm. Gəda şahın qapısına gələndə nə layiqli şey gətirə bilər? Odur ki, mən əliboş gəlmişəm. Mənim heç nəyim yoxdur, deyən mənim namazım var, deyən mənim orucum var. Mən heç bir əməl sahibi deyirəm. Siz də belə deyin və birdən desələr qovun bunu, onda deyin, ilahi, hara qovsun yenə də o biri qapıdan gələcəm. Çünki mən başqa bir qapı tanımıram. Buradan da qovulsam da yer tanımıram ora gedən. Birdən desələr, bu cürəti hardan tapmısan, belə danışırsan, dinən ki, sənin rəhmətinə arxalanıram. Özün bizi belə öyrətmisən. Özün demisən ki, günahkarlar mənim rəhmətimdən ümidsiz olmasın. Mən bu hədisi neçə dəfə demişəm sizə. Musa əleyhissalam dua eləyir. Deyir, ya Rəbbəl alimin. Ey alimlərin Rəbbi, Allahı çağırır. Allahdan cavab gəlir, ləbbeyk, eşidirəm. İkinci dəfə deyir, ya Rəbbəl abidin. Ey abidlərin Rəbbi. Allahdan cavab gəlir, ləbbeyk, eşidirəm. Üçüncü dəfə deyir, ya Rəbbəl muznibin. Ay günahkarların Allahı. Üç dəfə səs gəlir, ləbbeyk, ləbbeyk, ləbbeyk. Üç dəfə Allah deyir, eşidirəm, eşidirəm, eşidirəm. Musa əleyhissalam soruşur, mən deyəndə alimlərin Rəbbi bir dəfə cavab verdin. Deyəndə abidlərin Rəbbi bir dəfə cavab verdin. Amma günahkarların Rəbbi dedim 3 dəfə. Allah buyurur ki, alimin elmi var, abidin ibadəti var. Amma mənim günahkar bəndələrimin heç nəyi yoxdur, heç kəsi yoxdur məndən başqa. Allah günahkarlara qarşı mehriban Allah. Allah günahkarların Allahıdır. Biz Allahı sevən adamlarıq. Biz nə qədər günahkar olsaq da Allahın məhəbbəti də var bizim ürəyimizdə. Allah düşmənini bağışlamağa hazır olur. Biz ki şeytandan pis deyirük, şeytan dua elədi, Allah qəbul elədi. Dedi, mənə möhlət ver. Qiyamət gününə qədər. Allah buyurdu, innəkə minəl munzərin. Sənə möhlət verildi, sən möhlət verilmişlərdənsən. İndi bizi eşitməyəcək Allah. Düzdür, biz günahdan xəcalət çəkirik. Mən öz ünvanıma deyirəm. Biz günahkar bəndəyik və günahdan xəcalət çəkirik. Ya samiyəl əsfad, ya aliməl xəfiyyat, ya dafiyəl bəliyyat. Ey səsləri, duaları eşidən, ey gizlindən xəbərdar olan Allah, ey bəlaları məndən uzaqlaşdıran Allah, ya mən əzhərəl cəmil və sətərəl qəbih, ey mənim gözəlliklərimi üzə çıxardıb, pisliklərimi gizlədən Allah. Bunları bilirsiniz niyə görə deyirik? Ona görə deyirik ki, xəcalət çəkək, Allahı tanıyaq, deyə belə Allaha mən günah eləmişəm. Bu qədər mənə rəhm eləyən, neymət verən Allaha mən günahla cavab vermişəm. Elə bilmiyim biz təsadüfən gəlmişik.
Heç kəs təsadüfən gəlməyib. Hərənin qabağına bir hadisə çıxıb, kimsə vasitə olub, gəlib burada oturur. Amma o vasitədir, dəvət edən Allahdır bu gecə. Özü çağırıb bizi. Heç Allaha yaraşar ki, çağırsın, gəlin, sonra da bağışlamasın. Siz Allaha bunu yaraşdırırsınız ki, çağırsın, gəlin mənim qapıma. Sən ümidlə gələsən, əli boş qaytarsın. Heç vaxt yaraşmaz. Bunu çox danışmışam. Musa aleyhissalam gedirdi Allahla danışmağa, bir nəfər qabağını kəsdi. Dedi, ged Allah'a denən ki, mənim duamı qəbul eləməsə, onu biabır eləyərəm. Musa aleyhissalam dedi, bu nə sözdür sən deyirsən? Dedi, eybi yoxdur, get necə var, elə də denən. Musa aleyhissalam getdi, münacat elədi, danışdı, qayıdıb getmək istəyir. Allah da bilir də özü, Allah saxladı ki, mənim peyğəmbərim, o adam sənə nə dedi, onu mənə denər. Musa peyğəmbər ədəbsizlik eləmək istəmədi, o sözü deməyə utandı, dedi, ilahi, o dedi ki, mənim duamı qəbul elə. Dedi, yox, elə demədi, o necə dedi, elə denən mənə. Musa aleyhissalam xəcalətlə dedi ki, ilahi, o dedi ki, mənim duamı qəbul eləməsə, onu biabır eləyərəm. Dedi, get mənim bəndəmdən soruş, gör, məni necə biabır eləyəcək. Musa aleyhissalam gəldi, soruşdu, dedi, dedim mənim sözümü, dedi, bəli. Dedi, nə dedi Allah? Dedi ki, soruşdu ki, necə biabır eləyəcək? Baxı, bəndə Allahı necə biabır eləyər? Deyir, tutdu Musanın əlindən, dedi, gəl bura. Gəldi, tanımadığı bir evin qapısını döydü. Bir dəfə, iki dəfə, üç dəfə qapını döyəndən sonra qapını açdılar. Dedi, kimsən? Dedi, Allah qonağı. Dedi, buyurun içəri. Ondan sonra dedi, Musa, bu məni evinə çağırmışdı. Dedi, yox. Demişdik, gəlsin qapını üzvə asacam. Dedi, yox. Bu çağırmamışdı, gəldim qapısını döydüm, qapını üzümü açdı. Allah özü çağırıb, deyir, gəlin qapıma bağışlayayım. İndi gəlsəm, qapını açmasa, istədiyimi verməsə, mən də aləmə elan eləyəcəm ki, özü çağırdı, getdim, istədiyimi vermədi. Getdim, məni bağışlamadı. Doğrudan da zahirən hörmətsiz kimi görsənən sözdür. Amma böyük məna var bu sözün içində. Allah heç vaxt belə eləməz. Bilin ki, Allah bizi bura dəvət eləyib. Özdə möminlərin içinə mən həmişə demişəm, Allahı şahid gətirirəm. Mən bura gələndə həmişə deyirəm ki, bu məclisdə bir dənə də Allahın istədiyi adam varsa, ona görə mənim də duamı Allah qəbul eləyər. Baxmayın, mən burada oturmuşam. Bəlkə Allahın sevdiyi bəndə haradasa cəmaatın içindədir. Yuxarı başda oturmaqlandır. Allah bilir kim kimdir, Allah yaxşı tanıyır. Bəlkə də Allahın əziz bəndəsi var, hədislərdə var. Neçə dənə mömin cəm olar, bir yerdə dua eləyər. Allah hamının hacətini verər. Allah mələklərə deyər ki, bu məclisdə kim nə istədi ver. Deyərlər ki, bəs nəyə görə? Deyər, orada yaxşı adamlar var. Deyər, bəs pislər necə? Bunun içində pislər də var axı. Allah deyər ki, mənə yaraşmır ki, birinə verəm, birinə verməyəm. Eybi yox, yaxşının hesabına pisə də verirəm. O mənə yaraşmaz ki, ayıram bu cəmaatı deyəm, bunlara ver, ona vermə. Bu mənə yaraşmaz. Ondan sonra kimsə soruşur ki, bəs birdən lap pis adam oldu. Lap pis adam. Gəldi, oturdu burada. O necə? Allah buyurur, yox. O lap pisə imkan vermərəm gəlsin. Ona qismət olmaz gəlsin, otursun. O ki, heç qabiliyyəti yoxdur, ona imkan vermərəm. Nəticə belə çıxır ki, bizim bağışlanmağımıza ümid var ki, biz gəlib oturmuşuq. Nəticə budur. Nəticə budur ki, qabiliyyətimiz var, ləyaqətimiz var, Allah bizi qəbul eləsin ki, gəlib oturmuşuq burada. Burada xüsusən mömin cavan insanlara mən ümid eləyirəm. Allah çox sevir. Hədis var, buyurur, ma min şeyin əhəbbu ilallah min şabbin taib. Buyurur ki, Allahın yaratdıqları içində Allahın ən çox sevdiyi adam kimdir? Tövbə eləyən cavan oğlan. O adam ki, günah eləməyə imkanı var. Hər yerə gedə bilər, günaha yox deyib Allaha tərəf gəlir. Allah buyurur ki, yaratdığımın içində mənə ən əziz bəndə budur. Ən sevdiyim bəndə budur. Burada elə adamlar var, mən dəqiq bilirəm ki, Allah onlara baxır, fəxr eləyir. Mələklərinə fəxr eləyir ki, bu insan gör necə mənə səcdə eləyir. Mən bunu bilirəm. Ola bilməz bu qədər cəmin içində elə adam olmasın. Ki Allah onun ibadətinə baxır, fəxr eləyir.